Paşinyan yenə də dırnaqarası seçilməyi bacardı dünənki çıxışıyla da müəyyən emosional formatda nələrisə daxili auditoriyaya çatdırmağa çalışırdı. Amma çox qarışıqlığı ilə yenə də o siyasi texnologiyalardan, siyasi mədəniyyət amilindən çox sıralaya bilərik ki, bütün bu amillərdən peşəkarlıqdan bütövlükdə kənar bir çıxış idi, məzmun idi deyə bilərdik. Ona görə də təbiidir ki, bir təhlilə ehtiyacı var ki, nə deməyə çalışırdı Paşinyan? Hürriyə xanım, mən Nikol Paşinyanın atdığı bu addımları, bu hərəkətlərini sizin də qeyd etdiyiniz kimi dünya siyasi gündəmində, ümumiyyətlə dünya gündəmində məsxərəyə çevrilmiş o addımları ilə bağlı mövqeyim bundan ibarətdir ki, bəzi insanlar aktyorluq qabiliyyətinə yiyələndikdən sonra, aktyorluq etdikdən sonra dövlət başçısı olurlar. Amma Nikol Paşinyan deyəsən dövlət başçısı olduqdan sonra aktyorluq fəaliyyətinə hazırlaşır özünün bu addımları və bundan əvvəlki bu qəbildən olan digər addımları ilə və düşünürəm ki, doğru qeyd edirsiniz, bu siyasətçiyə, dövlət rəhbərinə və ümumilikdə hazırki mərhələdə həssas dönəmdən keçən sülh prosesində olan bir dövlətin başçısına yaraşmayan fikirlər və addımlardır, gestikulyasiyalardır. Hər bir halda Nikol Paşinyanın səsləndirdiyi o fikirlərin özü də onun atdığı addımlar, o əməlləri kimi, hərəkətləri kimi absurd idi. Baxın, bundan öncə Antalya Diplomatiya Forumunda Ermənistanın Xarici İşlər Naziri, Azərbaycan Xarici İşlər Naziri ilə uzun müddətli aradan sonra görüşdükdə bu ilin mart ayının 14-də Azərbaycanla Ermənistan arasında sülh sahəsinin mətninin razılaşdırılması ilə bağlı artıq bütün mətnin razılaşması ilə bağlı məlumat gedəndən sonra bu ilk görüşdə çox absurd fikirlər səsləndirdi və onun absurd fikirlərindən biri də ondan ibarət oldu ki, Azərbaycanın o prinsipial mövqeyi var, hansı ki, ATƏT Minsk qrupundan imtina etmək və eyni zamanda konstitusiyaya dəyişikliklər etmək. Özlərinin konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmaması ilə bağlı fikir səsləndirən Ermənistan tərəfi eyni zamanda Xarici İşlər Nazirinin simasında qeyd etdi ki, biz sülh sahəsinin imzalanmasından 10 dəqiqə sonra ATƏT Minsk qrupundan imtina etməklə bağlı sənədi imzalaya bilərik. Onun bu fikrinə Azərbaycan ictimaiyyəti tərəfindən, Azərbaycan dövləti tərəfindən təpki olduğunu nəzərə alan Ermənistanın baş naziri biraz fikirlərdə dəyişiklik edib parlamentdə çıxışı zamanı qeyd etdi ki, biz eyni zamanda həmin o sənədləri imzalaya bilərik. Ümumilikdə Züleyxa xanım, mən onların bu fikirlərindən, bu mövqelərindən bir hansı nəticəni çıxadıram. Ümumiyyətlə Ermənistana rəhbərlik edən hazırki Nikol Paşinyan iqtidarı Azərbaycanla sülh sahəsinin imzalanmasına texniki bir məsələ. Sanki baxın, hansısa bir insan, belə deyim, məişət zəminində diqqət etsək, hansısa bir insan hər hansı bir arayışı və ya hər hansı bir sənədi alıb kiməsə təqdim etmək niyyəti ilə tələsir. Bax, bu görüntünü biz, mən xatırlayıram, onların hərəkətlərində, onların atdıqları addımlarda. Yəni Ermənistan sanki Azərbaycanla sülh sahəsini imzalayıb, belə deyim, gözə yarı, hansısa bir formada tələm-tələsik bir sənəd imzalayıb, bu sənədi kiməsə təqdim etmək niyyətini ortaya qoyur, görüntüsünü ortaya qoyur. Yəni, bu bizə lazım deyil. Bu təkcə bu dəfə atılan addımlardan söhbət getmir. Ermənistan artıq uzun müddətdir ki, bu fikirlərini səsləndirir. Azərbaycanla dayanıqlı olmayan, gözdən pərdə olan, tələm-tələsik, sülh sahəsinin mətnlərinin, daha doğrusu müddialarının ala-yarımçıq razılaşdırılması və eyni zamanda sadəcə bir sənədə imza atmaq görüntüsünü yaradan hərəkətlər edir. Ermənistanın baş naziri eyni zamanda orada iki çox əsassız və absurd ittiham irəli sürüb Azərbaycana qarşı ən son çıxışında. Onun çıxışından belə bir nəticə çıxır ki, Azərbaycan Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması ilə bağlı o tələbini sadəcə sülhü uzatmaq üçün deməli irəli sürür. Yəni o hansısa ekspertlərin, təbii ki, bu ekspertlər böyük ehtimal ki, ya Ermənistandan olan ekspertlərdir, ya da ermənipərəst ekspertlərdir ki, o şəxslər iddia etdikləri kimi Azərbaycan konstitusiyaya dəyişikliklər etməsi məsələsini sülhü uzatmaq üçün etməməlidir. Bunu səmimi etməlidir. Və sonra da sizin az öncə qeyd etdiyiniz kimi iddia edir ki, Ermənistan konstitusiyasına şərhi ancaq Ermənistan Konstitusiya Məhkəməsi verə bilər. Baxın, bu Konstitusiya Məhkəməsi ki, Ermənistanın həmin bu baş naziri 2020-ci ildə pandemiya başlamamışdan öncə fevral ayının 6-sında parlamentdə mənim addımım
adlı o bloka rəhbərlik edərək, onun təşəbbüsü ilə Ermənistan konstitusiyasında, məhz Konstitusiya Məhkəməsindəki o həm hakimlərin, həm də sədarətin dəyişdirilməsi, özünə yaxın olan insanların orada yerləşdirilməsi üçün niyyəti ilə Konstitusiya dəyişikliklər planı hazırladı. 6 fevralda hazırlanmış həmin o plan 9 fevralda artıq keçmiş prezident Armen Sarkisyan tərəfindən təsdiq edildi. 5 apreldə artıq referendum təyin edildi. Baxın, cəmi 2 ay müddət lazım oldu ki, Ermənistan öz konstitusiyasında Ermənistanın baş naziri Nikol Paşinyanın şəxsi maraqlarına, onun hakimiyyətinin möhkəmləndirilməsinə, onun hakimiyyətinin ömrünün uzadılmasına hesablanmış o dəyişikliklərlə bağlı addımı atsın. Amma ondan sonra Ermənistan sülh istiqamətində atılan addımlarla bağlı nə deyir? Deyir, bizə uzun müddət lazımdır referendum keçirməyə, bizə uzun müddət, bu qısa bir vaxt tələb edən bir məsələ deyil. Buna zaman lazımdır, baxmayaraq ki, onun zaman dediyi müddətdən artıq 5 ilə yaxın bir vaxt keçib. Və həmin o qeyd etdiyim o 2020-ci ildəki o referendum məhz pandemiya səbəbindən baş tutdu. Ermənistanın hazırki baş nazirinin o arzusu ürəyində qaldı. Biz dəfələrlə onlara tələb etmişik ki, Ermənistan cəmiyyətində hələ müharibədən sonra çox böyük belə müharibəyə qarşı, Azərbaycanla düşmənçiliyə qarşı bir nifrət formalaşmışdı. Erməni anaları, erməni valideynləri övladlarını itirmişlər və onlar Azərbaycanla sülh sahəsinin imzalanmasına birmənalı şəkildə mütləq əksəriyyət olaraq hə deyəcəklər. Amma Ermənistanın baş naziri 5 ilə yaxın bir müddəti sadəcə və sadəcə özünün hakimiyyətinin gücləndirməsinə və eyni zamanda Ermənistanın silahlandırılmasına sərf edir. Digər tərəfdən də dünya ictimaiyyətinin qarşısında gözdən pərdə asmaq üçün Azərbaycanla ara sıra Türkdən dəm vurdu. Digər bir absurd ittihama gəldikdə isə Nikol Paşinyanın o çıxışı zamanı, o da Azərbaycanın Ermənistanla sülh istiqamətində atılan addımlarla bağlı digər prinsipial mövqeyi ilə əlaqədar idi. ATƏT-in Minsk qrupundan imtina etdi. Baxın, insan real və səmimi məqamlardan başqa hər şeyi düşünür. Bu da onun uğursuz aktyorluq cəhdlərindən birinin nəticəsidir. Deyir ki, ATƏT-in Minsk qrupundan imtina etməyi Azərbaycan o məqsədlə irəli sürməməlidir ki, ATƏT-in Minsk qrupunun aid olduğu o münaqişə Azərbaycan ərazisində bitir, artıq transformasiya olunur Ermənistan ərazisinə. Yəni, bunu o hardan düşünür, bunu necə düşünür, Azərbaycanın hansı addımı, hansı fikri, Azərbaycan hansı səlahiyyətlisinin mövqeyi bunu ona deməyə əsas verir ki, Azərbaycan münaqişənin Azərbaycan ərazisində bitməsini və Ermənistan ərazisində keçirilməsi ilə bağlı ATƏT-in Minsk qrupundan imtina etmək istəyir. Yəni, Azərbaycan ümumiyyətlə keçmiş Qarabağ münaqişəsinin simvoluna çevrilmiş. 30 ilə yaxın bir müddət ərzində nəticəsiz səfərlər, nəticəsiz çıxışlar, görüşlər keçirən bu institutun faktiki olaraq mövcud olmadığını və heç bir funksional mahiyyətə sahib olmadığını əsas gətirərək və münaqişənin artıq tarixdə qaldığını əsaslandıraraq həmin o institutun tarixə qovuşması ilə bağlı mövqeyin sərgilənməsini Ermənistandan tələb edir. Necə ki, bunu biz tələb etmişik. Əslində elə ATƏT-in Minsk qrupundan Azərbaycanla Ermənistanın birgə imtina etməsi, ATƏT-in Minsk qrupunun dərhal buraxılması demək deyil. Bu sadəcə keçmiş o münaqişənin tərəfləri kimi Azərbaycan və Ermənistanın birgə mövqeyi olacaq ki, artıq həmin o institut hansı ki faktiki mövcud deyil, de jure də keçmiş o münaqişədən dəm vura bilməz. Nuriyə xanım, bir məqamda diqqətinizə çatdırın. Baxın, 5 il müddət keçib və Azərbaycan Ermənistanla 2-ci Qarabağ müharibəsi və ondan sonraki o antiterror tədbirlərindən sonra bir sıra uğurlu addımlar atıb sülh istiqamətində. Və biz bu uğurlu addımları Ermənistanla iki tərəfli qaydada əldə eləmişik. Sərhədlərin delimitasiya, demarkasiya prosesinin həyata keçirilməsi, birgə bəyanatların verilməsi, Azərbaycana aid olan 4 qeyri-anklav kəndin Azərbaycana Ermənistan tərəfindən silahsız, atəşsiz, hər hansı bir itkiyə məruz qalmadan qaytarılması və eyni zamanda hərbçilərin digər tərəflərinin iştirakı olmadan mübadilə edilməsi, sülh sazişinin mətninin elə müzakirə edilərək sona çatdırılması və bir sıra digər məsələlərdə biz müzakirələr aparmışıq və bütün bu müzakirələr heç bir digər tərəfin, o cümlədən də xüsusilə də ATƏT-in Minsk qrupunun iştirakı olmadan həyata keçirildi. Ermənistan gəlsin, buyursun, göstərsin və yaxud o ATƏT-in Minsk qrupunu qoruyub saxlamağa çalışan qüvvələr göstərsinlər. Bu prosesin, hansı ki biz tarixdə heç vaxt olmadığımız qədər Ermənistanla sülhə yaxınıq. Bu prosesin harasında olub ATƏT-in Minsk qrupu? Bəli, ola bilər harasındası olub. Mən onu deyim, onun cavabı belədir ki... Geriyə çevirmək üçün, əngəl yaratmaq üçün harasındası olub. Fransanın timsalında həmin o prosesin qarşısında olub. O prosesə mane olmaqla bağlı mövqedə olub, cəbhədə olub.
Baxın, ATƏT-in Minsk qrupunun keçmiş həmsədrlərinə diqqət edək. Bugün həmin həmsədrlər faktiki olaraq 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra faktiki olaraq onlar qarşıdurmadadırlar. Onlar özləri bir-birlərlə görüş keçirmək üçün kimlərinsə vasitəçiliyinə ehtiyac duyurlar. Xüsusilə də daha doğrusu Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra həmin o tərəflər faktiki olaraq müharibə mövqeyindədirlər və onların bir masa ətrafında toplaşması özü müşkül bir məsələdir. Onların özünə bir dəqiqə qeyd etdiyim kimi digər bir ATƏT-in hansısa bir qrupu lazımdır ki, onları görüşdürsün. Və eyni zamanda 2-ci Qarabağ müharibəsindən sonra yadınızdadır ki, ATƏT-in Minsk qrupunun keçmiş həmsədrləri olan Amerika Birləşmiş Ştatlarından və Fransadan olan o həmsədrlər və eyni zamanda o Anjey Kaspişik, hansı ki, belə deyərdimi, doğulandan fəaliyyətə başlayandan elə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsidir və eyni zamanda Rusiya səfiri Bakıya gəlmişlər və Prezident İlham Əliyev onlarla görüşdə dərhal qeyd etdi ki, sizi mən çağırmamışam. Siz nə üçünsə gəlmişsinizsə onu deyin mənə. Yəni, bu Azərbaycan tərəfinin həmin o institutda rəsmi olaraq mövqeyidir. Yəni, bundan sonra artıq ATƏT-in Minsk qrupundan danışmaq özü özlüyündə, belə deyim, rəzillik hesab edərdim mən bunu. Yəni, onlar əgər özlərinə hörmət edirlərsə, onlar öz siyasi təcrübələrinə və yaxud siyasi keçmişlərinə hörmət edirlərsə və öz dövlətlərinin mövqeyinə hörmət edirlərsə, onlar artıq ATƏT-in Minsk qrupunu imtina etməlidirlər, ondan danışmamalıdırlar. Və eyni zamanda 2022-ci ilin iyul ayında səhv etmirəmsə, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov qeyd etdi ki, ATƏT-in Minsk qrupunun artıq mexanizmi fəaliyyət göstərmir, mövcud deyil. Ondan başqa həmin ilin noyabrında Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz üzrə nümayəndəsi Filip Riker də qeyd etdi ki, ATƏT-in Minsk qrupu mövcud deyil. Yəni, bu artıq iki həmsədrin düzdür. Biz Fransadan olan həmsədrin mövqeyini başa düşürük. Onların Cənubi Qafqazda mövcudluğunu təmin edən əsas elə institut o idi. O da iflasa uğrayıb. Artıq Fransa Cənubi Qafqaza başqa formada girə bilmir. Burada mövcud ola bilmir. Amma əsas Amerika və Rusiya tərəfinin mövqeyidir və bundan başqa ATƏT-in fəaliyyətdə olan sədri deməli, ötən il Azərbaycana və Ermənistana səfər etmişdi və ona Ermənistanda sual verdilər ki, Maltanın Avropa Xarici İşlər və Ticarət Naziri ona sual verdilər ki, bəs ATƏT-in Minsk qrupu bu prosesin, yəni sülh prosesinə münasibəti necədir? O da qeyd etdi ki, bildirdi ki, ATƏT-in Minsk qrupu ümumiyyətlə ATƏT daxil olmadığı proseslə bağlı mövqe bildirə bilməz. Biz sadəcə və sadəcə tərəflərin sülh istiqamətində atdıqları addımları təqdir edə bilərik. Yəni, bu ATƏT-in fəaliyyətdə olan səfirinin mövqeyidir. Mən düşünürəm ki, burada bir atalar sözü adamın yadına düşür. Tamaşaçılarımızdan üzr istəyirəm, deyir, it motaldan əl çəkdi, motal itdən əl çəkmədi. Burada da həmin o ifadə yerinə düşür ki, ATƏT-in Minsk qrupu artıq Ermənistandan əl çəkib, amma Ermənistan ATƏT-in Minsk qrupundan əl çəkmək istəmir. Mən düşünürəm ki, bu da Ermənistanın özünün, onun həmin o baş nazirinin sülh prosesinə mane olmasından xəbər verir. Yəni, onlar bütün addımları ilə sülhə mane olurlar, amma bütün bu absurd ittihamları Azərbaycana istiqamətləndirirlər.